Çox əla bir evdir, çox xoşuma gəldi qardaş. Çox əla evdir. Otaqları da böyük, genişdir. 160 kvadrat metrdir. Salam hörmətli izləyicilər, hamıya salam. Hamıya uzun ömür, can sağlığı. Sizə bir dənə bu dəfə hamınız deyirsiniz ki, Vişnyovkada Ayda Park tərəfdə. Bu da sizə ev tapdım günlər. Vişnyovkada Ayda Parka yaxın bir yerdə. Bax belə bir 4 sotun içindədir də, 4 sot. Ha, 4 sotun içində. Qəşəng, hər şey qaydasındadır. Bir sizə çəkib göstərəcəm. Qiymət də ki, indi xahiş edirəm sizin artıq dərəcədə. Bu evin sahibi evi 170-180 binə verməyəcək. Yəni gəlib baxıb deyim ki, 170-180 verməyəcək yəni. 210 bindən çıxartdıq satışa, indi cüzə indirim olacaq. Demirəm indirim olmayacaq. İndirim olacaqdır. Bura yay mətbəxidir, manqalnisi də burada yerləşir. İsti poldur, cam balkonla bağlanılıbdır. Hardasa bir 40-45 kvadrat metrdən, 40 kvadrat, bura belə deyək, 40 kvadrat. Onun 4-ə. Gəl. Həyətinə maşın girir. Ayda Parka çox yaxın bir məsafədə, çox yaxın. Həyətində bax, sanuzeli var, tualeti. O tərəfdə duşavoy var, hovuzumuz mövcuddur, var. Hovuzun ölçülərini deyəcəm sizə. 7-nin 3,5-a, 4-ə, bax belə. Filtrli hovuzdur, bax duşavoy da var burada. Otaqlar da yaxşıdır. Bir də xatırlam, qiymətimiz 210 mindir, cüzə indirim olacaq. Torpağın da evində sənədi mövcuddur, tam mülkiyyət, kupça çıxarışdır. Həyətin işıqlandırması, otaqlar çox qəşəngdir. Qəşəng aboylar seçilib və terasdır. Və, buyur, geç. Qəşəng koridoru var, güzgüsü var koridorda. Evimiz isti polla təchiz olunub. Asma tavanı. Neyək, başlayaq buradan. Qonaq otağına baxaq. Çox geniş qonaq otağımız var. Çox genişdir. Yəni, lüboy mebel, lüboy divan, kreslo, nə istəyirsiniz qoya bilərsiniz. Ölçülərini də deyə bilərəm sizə. 7-nin 5-ə. 5-in 7-yə. Baxaq evimizin mətbəxinə, kuxnyasına. Kuxnyası da normaldır, normaldır. Demirəm, elə böyükdür, normal. Qəşəng belə asma tavan. 210 min aşağı yeri olacaq. Yəni 170-180 min qiymət olmayacaq. Detik otaqdır. Uşaq yataq otaqdır. Buranın ölçülərini deyəcəm sizə. 3-ün 3-ə. Ən balaca otağı budur. Hörmətli izləyicilər. Deməli, 3 dənə yataq otağımız, bir dənə qonaq otağı. 3-ün 3-ədir, 3-ün 3-ədir. Bu ikinci yataq otağıdır. İşıqlı, açıq rəngdə aboy olanda, bu da sanuzildir. 2 dənə sanuzelimiz var evdə. Biri umumidir, biri də bu yataq otağı, 3-cü yataq otağındadır. Valideyn yataq otağı, sanuzel da buradadır. Yerləşmə yeri yaxşı, sənədləri qaydasında, otaqların ölçüləri yaxşı. Qiyməti də normal seçilib, yəni şişirtmə qiymət deyil. Bax, belə. Kim alsa Allah xeyir versin, sağ olun.